İmişli rayonu Kürd Mahmudlu kəndindəyik. Sakinlər bizə yazdılar ki, uşaqlarımızı məktəbə buraxmayacağıq. Sual olunur, niyə? Niyəsini isə siz görün. Bu kənd məktəbidir. Baxın. Gün təhsildən danışırıq, uşaqlar savadlı olsun. Bu kənd məktəbi də olsa, baxın, burada olan şəraitə. Yayda ilan, qışda isə soyuq dam düşə bilər. Və gördüyünüz kimi, yəqin ki, kadrlarda görürsünüz və məktəbin direktoru bizə təzyiq göstərir ki, çəkməyin. Bizim isə medianın borcu nə isə çəkib göstərmək və adiyyəti üzrə qurumlar baxıb bir nəticə çıxartmalıdırlar ki, kənd sakinlərinin evlatları müasir tipli bir məktəbdə oxusun, təhsil alsınlar. Bura isə müəllimlər otağıdır. Əgər bura otaq demək olarsa, çünki gördüyünüz kimi nə qədər peç var, yəqin ki, qışda bundan istifadə olunur, indi isə bura yığıblar. Biz istəyirik müasir tipli məktəb olsun, bizim də balalarımız gedib normal bir təhsil alsınlar. Heç saat yoxdur məktəbdə, heç saat. Elə gündüz naxır, axşam axıradır. Bax, belədir bizim məktəbdə vəziyyət. Bu məktəb belə ki, davamiyyətli uşaq getmir. Uşağı 3 sinifi birləşdirirlər, birinə əmək dərsi keçirlər, riyaziyyat dərsi qala bilər. Yəni orada siniflərin, yəni birinci sinif, ikinci sinif. Ümumiyyətlə uşaq gedin ora baxın, o sinifdə bir 20 nəfər uşaq yoxdur. O sinifdə 5 sinifi birləşdirirlər, yerlə gedin bədən tərbiyəsi oynayın. O birinci sinif. Bəli, mən o məktəbi bitirmişəm, özüm beynəlxalq turnirlərin qalibi olmuşam dəfələrcə. Axırıncı dəfə mən öz məktəbimizin adı ilə güləşmişəm şəxsən. Mən məktəbdə gətirdilər, şəklimi vurdular. Ondan sonra 2-3 gün bundan əvvəl eşitdim ki, məktəbdə şəklimi çıxardıb direktorumuz, tullayıb qırağa. Gedmişəm ki, səbəb nədir? Deyir, bura necə deyim, idmançılarla bir yer yoxsa məktəb bitirmirsən. Deyirəm, fərqi nədir? Vallahi uşaqlarımız gedir məktəbə, həqiqətən çox bərbad gündədir. Uşaqların məsəl üçün valideynlər var, danışa bilmirlər. Valideynlər deyir ki, bizim uşaqlarımızın başından, uşaqların başından məsəl üçün mənim əmim nəvələr var. Bit təmizləyib qutara bilmirlər. Çox biabırçılıq. 21-ci əsrin 25-ci ili. Yüksək texnologiyalar, yaşıl enerji, biz nəyə doğru gedirik və nəyin uğrunda mübarizə aparırıq və birdən-birə bax, belə bir dəhşətli bir məktəb. Ələxüsusda və iş orasındadır ki, həmin o məktəbin sanitariya qovşağı da yoxdur, tualeti yoxdur məktəbin. Təsəvvür edirsiniz də uşaqların oradakı vəziyyətini və orada necə oxumaq olar, mən ümumiyyətlə təsəvvür edə bilmirəm. Plus, hətta orada o müəllimlər otağında gördüyünüzdə vəziyyət nə yerdədir? O müəllimlər otağı bir növ ambara bənziyirdi. Mənə gəlir ki, o daha çox ambar idi, nəinki müəllimlərin otağı və... Müəllimlərin ambar otağı, ay sağ ol, həqiqətən. Sən dadın... Bax ki, o mənə qiymətli deməlisən, onu yaddan çıxarma ki. Ona baxdım da zadına. Və dərd orasındadır ki, məktəb direktoru elə bizim yanımızda olmaq əvəzində və demək ki, həqiqətən o məktəb təmir olunmalı, xahiş edirik, təmir olunsun, uşaqlar təhsil alsın, yüksək bal toplaya bilsinlər, ümumi səviyyə qalxsın və s. və ilaxır. Yox, çəkməyin, olmaz. Niyə gəlmişsiniz bura? Hər variantdan istifadə edirdi, amma yox, çəkiliş oldu. Və düzdür, bir rəsmi məlumat da var. Söhbət Mil Muğam Regional Təhsil İdarəsi İctimai Əlaqələr üzrə məsul şəxs Vilayət Əliyevin verdiyi məlumatdır. Və həmin o məlumatda standart cavabda əslində qalsa, amma hər bir halda Mil Muğam Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri prioritetdir. Nəsə, mən görmədim orada o prioriteti. Mil Muğam Regional Təhsil İdarəsi fəaliyyəti dövründə 57 ümumi təhsil məktəbdə cari, 5 məktəbdə isə əsaslı təmir işləri aparılıb, 10 məktəbin binası sökülərək yenidən tikilib və İmişli rayon Kürd Mahmudlu kənd tam orta ümumi təhsil məktəbinin vəziyyəti barədə məlumatlıdırlar. Növbəti tədris ilində adı çəkilən təhsil müəssisəsinin binası modul tipli bina ilə əvəz olunacaq və bildirilir ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlik prinsip əsasında həyata keçirilir.
91-ci ildən Azərbaycan öz müstəqilliyini elan edib. 2000-ci ildən etibarən bizə çox böyük sıçrayış başlayıb, inkişaf və 25 ildir ki, çox böyük bir sıçrayış üzrə maşallah gedirik. Müharibə də qutardı, qalib də gəldi, ən vacib problemləri müharibə ilə bağlı həll elədi və hələ də belə şablon cümlələrlə bizə cavablar verirlər ki, diqqətimizdədir, prioritetdir, təmir olunacaq, modul tikili məktəb tikiləcək orada və s. və ilaxır. Eləyin də. Var, bəli, razıyam. 57 təhsil məktəbində cari, 5 məktəbdə əsaslı təmir, 10 məktəbin binası sökülərək yenidən tikilib. Amma bu vaxtda artıq bir dənə də bərbad məktəb orta hesabla qalmamalı idi. Çünki vaxt həddən artıq çox keçib. Və biz əgər konkret olaraq 4-cü sənaye inqilabından danışırıqsa və ona doğru sürətlə gediriksə, bu həmin o sənaye inqilabının əsasını məktəblər təşkil edir ki, və ən əsası, məhz regionda oxuyan uşaqlar bir qayda olaraq oxumağa meyillidirlər, maksimum bal toplamağa meyillidirlər, nəticələr əldə eləməyə meyillidirlər. Çünki onlar regiondakı uşaqlar çox gözəl bilirlər ki, məhz təhsil onlar üçün ən vacib həyatda bir yoldur. Oxumasa vəssalam, vəziyyət ağırdır. Və onlara oxumağa şərait yaratmırıqsa, daha eşlə. Məktəb direktorundakı herhalde düşünməli ki, həqiqətən də yeri itirməkdən qorxmayın, hörmətli məktəb direktoru. Ən əsası uşaqlar oxumalıdır. Kimsə zəng eləsin və s. və ilaxır. Bizə elə şeylər alınmır, alınmır.